nümunə kimi götürürlər. Bizim ikinci həlqə isə tarix boyu məktəbdəki kişi müəllimlərimiz olub. Yəni, bu artıq indi məktəblərdə ki, indi əslində burada mən o tam statistikanı bilmirəm, amma bugün... Faiz nisbəti ilə azdırmı, çoxdurmu? Yox, yəni məktəblərdə demək olar ki, elə məktəb var ki, məsələn, məktəbin 90% xanımlardır. 95% xanımlardır, daha aşağı. Yəni, indi çünki mən tez-tez məktəblərə gedirəm, məsələn, mən kollektivlərlə, müəllimələrlə görüşürəm, yəni elə yer var 95%, elə yer var 98%-ə kimi gedir. Belə bir mənzərənin qarşılaşdıqda bunu bir növ təhsil sayəsində bir faciə adlandırmaq olar? Yox, bilirsiniz, bunu faciə adlandırmağı mən düzgün hesab etmirəm. Yəni, əslində bu bizim üstünlüyümüzdür ki, Azərbaycan qadını oxumağa, öyrənməyə meyillidir. Amma burada söhbət ondan gedir şəxsiyyətin formalaşmasında. Yəni, məktəbdə bu belə olanda, məsələn, ailədə də problem olanda, yəni bu gənc oğlandı, qanı qaynayır, kimisə nümunə götürməlidir. Ailədə götürə bilmirsə, indi bu biraz bizdə dəyərlərin də transformasiyaya gedir, bəzi prosesdə gedir. Məktəbdə də bu nümunəni kimdənsə götürməlidir, o bir rol model götürməlidir. Bunu artıq sosial mediadan, oğru aləmindən götürür, bunu artıq küçədən götürür, bunu fərqli yerlərdən götürür. Və bir də kişi müəllim məsələsi belədir ki, istər-istəməz həmişə nizam-intizam prosesində kişilərin rolu olub. Yəni, kişinin biraz sərtliyi, biraz qətiyyəti, biraz o daha məsələlər. O, uşaqlarda biraz bir qorxu, çəkinməzliyi yaradırdı ki, bu da prosesə öz təsirini göstərdi. Ona görə burada artıq, bilirsiniz, məsələn, biz indi yəqin çıxış yolunda tapalıyıq. Burada artıq bir inzibati yol məsələsi var. İşə qəbulda daha çox üstünlüyü kişilərə vermək, müəyyən bir balansa nail olmaq üçün, amma bu biraz diqqətlə həyata keçiriləcək bir məsələdir. Və eyni zamanda bu maddi durumdur, təminat ümumiyyətlə belə deyək də, bilirsiniz, indi mən fikrimi yekunlaşdırmağa çalışacağım. Bugün peşələrin də transformasiyası gedir. Yəni, getdikcə yeni peşələr yaranır. Və mən sizə bir məsələni deyim. Bizdə bu il magistraturaya girən az oldu. Gələcəkdə heç kim universitet oxumaq istəməyəcək. Bugün yeni sahələr var, orada bir il kursa getsən, 2 il kursa getsən, çoxlu iş tapa bilirsən. Yəni, bugün bu dünyada bir sistem gedir. Və getdikcə də müəllimliyə də bir müddətdən sonra maraq azalacaq. Burada da bir müəyyən proseslər gedəcək. Ona görə burada köklü bir formada bizi nə gözləyir və hansı addımlar atmalı və indi burada gender bərabərliyi Azərbaycanda bu ən yüksək səviyyədədir, hətta məktəblərdə özünü açar. Amma biz məktəblərdə çalışmalıyıq ki, bu balansı az da olsa artıraq müəyyən yollarla.